Elhamdülillahi Rabbil alemin, ilahil evveline vel ahirin, ve salatu ve selamu ala eşrafil enbiyayı vel mursalin, nebiyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli ve zidni ilma, amma ba'd, fesselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, Allah Subhanahu ve Teala izin verirse, sahabeleri tekfir edenlere reddiye adlı dersimizi devam ettiririk ve bu da dördüncü dersimizdir. En son iddia sahibinin ve iddia sahiplerinin delil zannettikleri hadisleri zikir etmiştik. Halını beyan etmiştik. 7. olarak bir hadis zikir edip ki hadis sahih hadistir. Lakin mevzuyla ne alakası var? Yani qəti anlaşılmır. Çünkü hadis-i şerif kıyamet gününde baş verecek bir hadiseden danışır. Ve onun Muaviye'nin kafir olması veya da ki Amr ibn As'ın kafir olması ile alakası yoktur. Yani hadisin birçok rivayetleri var. Hamısını elhamdülillah hadis alimlerimiz rivayet edipler. Ben de onu Muheymin isimli kitabımıza toplamışım, koymuşam. Yani mesela Ebu Bakır İbn Abi Şeybe rahmetullahi aleyhin 35.538 numaralı hadis olarak zikrettiği rivayette Vaki an Şu'bete anil Mughire ibn Nu'man an Sa'id ibn Cübeyr an İbn Abbas قال قام فينا رسول الله صلى الله عليه وسلم بموعظة فقال إنكم محشورون إلى الله حفاة غرلا كما بدأنا أول خلق نعيده وعدا علينا إنا كنا فاعلين فأول الخلائق يلقى بثوب إبراهيم خليل الرحمن قال ثم يؤخذ قوم منكم ذات الشمال فأقول يا رب أصحابي فيقال إنك لا تدري ما أحدث بعدك إنهم لم يزالوا مرتدين على أعقابهم فأقول كما قال العبد الصالح وكنت عليهم şahide ile kavlihi el-azizul hakim. Yani deyir ki burada İmam Ebu Bakır İbn Abi Şeybe rahmetullahi aleyh bize Vaki danıştı. Yani Vaki Şu'beden, o da Mughire ibn Nu'man'dan, o da Sa'id ibn Cübeyr'den, o da İbn Abbas'tan dedi. Resulullah sallallahu aleyhi ve sellem bizim içerimizde kalkıp muize etti ve dedi ki hakikaten de sizler Allah Azze ve Celle'nin huzuruna ayak yalan ve sünnetsiz olarak haşr olunacaksınız ve sonra ayet-i kerimeni okuyuyor. Ne de ki biz sizi ilk başta yarattığımız kimi sizi geri qaytaracağız. Bu bizim üzerimizde bir vəddir. Həqiqətən də biz edənlərik. Bunu yerine getirenlərik. Ve sonra buyurur ki aleyhissalatü vesselam üzerine ilk paltar atılan kimse, paltar giyindirilen kimse Halilur Rahman İbrahim aleyhisselam olacak. Sonra dedi ki sonra sizler sonra sizlerden bir qovm sol tarafa götürüləcəkdir və mən deyəcəm ki, ey Rabbim əshabımdır. Yəni bunlar mənim əshabımdır. Və mənə deyiləcək ki, həqiqətən də sən bilmirsən ki, onlar səndən sonra nə ediblər? Həqiqətən də onlar tabanları üstə geri dönməyə davam ediblər. Və mən də Salih qulun dediyi kimi deyəcəm ki, İsa aleyhisselamın sözləri ki, bax Quran-ı Kərimdə, yəni onu zikr edəcəm ki, yəni mən onların içində şahid edim. Nə vaxt ki, sən məni vəfat etdirdin, sən onların üzərində şahid edin. Həmin ayət-i kəriməndə El-Azizül Hakimə qədər oxuyur. Yəni, bu səbkidə birçok rivayətlər var bu məzmunda. Ki, mən bunların hamısını oxumağa hacət görmürəm. Yəni, o dediyi ayət-i kərimə Ənbiya 104 idi. Kəmə bədə'nə əvvələ xalqin nu'iduh. Məxluqatı ilk dəfə yarattığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Bu bizim üzərimizə, bizim verdiyimiz haqq şübhə yoxdur ki, biz onu yerində yetirənik. Bunu zikr etdik. Burada yəni ayət-i kəriməni tam verməyimizdə yəni fayda var. Maidə 117-118. Ma qultu lahum illa ma amartani bihi an ya'budullaha rabbi və rabbakum və kuntu alayhim shahidan ma dumtu fihim falamma tawaffaytani kuntu anta ar-raqib alayhim və anta ala kulli shay'in shahid in tu'adzibhum fa innahum ibaduk və in taghfir lahum fa innaka antal azizul hakim. Mən onlara yalnız sənin mənə əmr etdiyini demişəm ki, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin. Nə qədər ki, mən onların arasında idim, mən onlara şahid edim. Sən məni vəfat etdirdikdə,
İsa onlar üzərində raqib olan, yəni onların hər halına nəzarət edən, hər hallarını haqqı ilə bilən təkcə sən oldun. Sən hər şeyə şahidsən, əgər onlara əzab versən, şübhəsiz ki, onlar sənin qullarıdır. Əgər onları bağışlasan, şübhəsiz ki, sən azizsən, həkimsən. Bu rivayətin yəni Muaviyə ilə nə əlaqəsi var? Yəni bunu sən nəyə dikə edirsən ki? Allah acayibdir. İmam Əhmədin basan 2027 nömrəli rivayəti var. Bizə Yahya danışdı, Sufyandan dedi, mənə Muğir ibn Nəman danışdı, Səid ibn Cübeyrdən İbn Abbasdan, Nəbi sallallahu aleyhi və səlləmdən insanlar lüt, ayaqyalın və sünnətsiz olaraq xəşr olunacaq. İlk geyindirilən kimsə də İbrahim əleyhissalatu vesselam olacaq. Sonra Rasulullah sallallahu aleyhi və səlləm bu ayət-i kərimə oxudu. Məxluqatı ilk dəfə yaratdığımız kimi ilə əvvəlkanlı qaytaracaq. Yəni vallahi ki, anlaşılmır. Yəni demək istəyirəm ki, buradakı o sahabələrdən qəsd Muaviyə Amr ibn Asdır. Yəni utanmasan oynamağa nə var ki? Yəni insan həya etməsə istədiyi şey danışır. Yəni nə var danışmaq? Başqa rivayət də oxuya bilərəm. Yəni başqa isnadla, məsələn, İmam Əhmədin 14036 nömrəli hədisi var. Musnəddə Həddəsənə Affan, Həddəsənə Vahib, Həddəsənə Abdülaziz ibn Suheyb, Ənəs ibn Məlikin, Ən-Nəbiyyə sallallahu aleyhi və səlləmə qalə. Bizə Affan danışdı, bizə Vahib danışdı, bizə Abdülaziz ibn Suheyb danışdı. Ənəs ibn Məlikdən Nəbi sallallahu aleyhi və səlləmdən dedi: "Lə yəridənnəl havda aleyyə ricalun hatta izə rəeytuhum rufi'u ileyyə fəxtulicu duni fələ aqulənə ya Rabbi ashabi ashabi fəyuqal innəkə lə tədri mə əhdətü ba'dak." Heç şübhəsiz ki, obrazda mənim yadıma bir dəstə kişilər gələdək, mən onları gördüyüm zaman mənə tərəf qaldırılıb, sonra yəni çəkilib aparılacaqlar. Və heç şübhəsiz ki, mən deyəcəyim: "Ey Rəbbim, əshabım, mənə deyiləcək. Şübhəsiz ki, sən bilmirsən, onlar səndən sonra nə yeniliklər çıxarırlar." Bu rivayəti, yəni, bunların birini vermişəcəm. Mən bu mövzuda, yəni, bir çox rivayət var, əlhamdülillah, yəni, hamısını zikr edə bilərəm. Amma, yəni, nə anlamı var, yəni, nəyə zikr etmişəm bunu, bəlli deyil. Yəni, əgər bunu demək istəyir ki, bu Muaviyə, Amr ibn Asa və Əbu Hüreyrəyə aiddir, yəni, bu batil bir şeydir. Bunu demək üçün sənin heç bir dəlilin yoxdur. Yəni, öz həva və həvəsindən danışırsansa, o sənin biləcəyin bir şeydir. Zaten həva və həvəsə uymasan, yəni, belə haqsız sözlər danışmazsan. Digər hədislərin haqqında inşallah oxuyaq Allahın izni ilə. Sonra 8-ci hədis vermirsən, yəni sənin zikr etdiyin hədisləri toplamışam mən. 8-ci rivayət İmam Əhmədin rivayət etdiyi 6538 nömrəli rivayətdir. Deyir ki, Həddəsənə Yəzid, Əxbərənəl Avvam, Həddəsəni Əsvad ibn Məs'ud, Ən Hanzalət ibn Xuveylid əl-Əmbəri, qalə, Beynəmə ənə ində Muaviyyə, İz cəəhu rəculəni yəxtasiməni fi rəsi Ammar, yəqulu kullu vahidin minhumə, ənə qataltuhu. فقال عبد الله بن عمرو ليطب به أحدكما نفسا لصاحبه فإني سمعت رسول الله صلى الله عليه وسلم يقول تقتله الفئة الباغية. قال معاوية فما بالك معنا؟ قال إن أبي شكاني إلى رسول الله صلى الله عليه وسلم فقال أطع أباك ما دام حيا ولا تعصه فأنا معكم ولست قاتل. Yəni deyir ki, bizə Yazid danışdı, bizə Avvam xəbər verdi, mənə Əsvad ibn Məsud danışdı, Hanzala ibn Xuveylid əl-Əmbaridən dedi. Mən Muaviyyənin yanındaykən birdən oraya 2 nəfər kişi gəldi, Ammarın başı üzərində, yəni başı haqqında bahs edirdilər. Hər biri deyirdi ki, mən onu öldürmüşəm. Abdullah ibn Amr deyir ki, yəni ona görə artıq, yəni belə deyim, rahat olun. Mücahidətən mən Rasulullah sallallahu aleyhi ve selləmi eşitdim, deyirdi ki, onu bağa bir topluluq öldürəcək. Muaviyyə dedi ki, o zaman sən niyə bizimləsən? O da deyir, mən həqiqətən də atam məni Rasulullah sallallahu aleyhi ve selləmə şikayət etdi və atam, Rasulullah sallallahu aleyhi ve sellem mənə dedi ki, atan sağ olduğu müddətcə ona itaət et və ona asi olma. Ona görə mən sizinləyəm, lakin mən döyüşmürəm. Yəni, isnadını gördün, məzmunu belədir hədisin. Burada Əsvad ibn Məsud adında ravi var. Hafiz Əl-Mizzi onu Təhsib-ül Kəmaldə zikr etmiş və belə demişdir. Əl-Əsvad ibn Məsud Əl-Ənəzi Əl-Basri. Ən Hanzalət ibn Xuveylid, Ən Abdillah ibn Amr, Hədith təqtulu Ammaran Əl-Fiyyətul Bəqiyyə.
bu deyir ki, Hafız Əl-Mizzi, yəni bu ravinin ismini işləyir, deyir ki, bu hədisi var. Adamın yəni bir dənə hədisi var, başqa heç bir hədisi yoxdur yəni. Sadəcə bir hədisi var, sadəcə bu rivayətlə bilinir. Və deyir ki, Hafız Əl-Mizzi rava anhu Əl-Avvam ibn Havşab. Ondan Avvam ibn Havşab rivayət etmişdir. Qala Osman ibn Sa'id Əd-Darimi an Yahya ibn Ma'in thiqa. Rava lahu An-Nasa'i fil Khasa'is hadal hadis el-wahid. Osman ibn Sa'id Əd-Darimi dedi ki, Yahya ibn Ma'in ona siqa dedi və eyni zamanda bu ravinin yəni hədisini İmam Nəsai Xasaisdə sadəcə bu rivayət yəni vermiş. Yəni bu adamın bundan başqa hədisi yoxdur. Təhsib-ül Kəməldə 3-cü cild 230-da bunlar keçir. Deyirəm ki, gördüyün kimi ondan başqa, yəni onun bundan başqa hədisi yoxdur. Yalnız bir nəfərdən hədis rivayət etmişdir və ondan da yalnız bir nəfər hədis rivayət etmiş. Yəni bu bir nəfərdən hədis rivayət edib, ondan da rivayət edən sadəcə bir nəfərdir. Yəni bu adamın bundan başqa heç bir rivayəti, isnadı, hədisi yoxdur. Yəni, bu səbəbdən də Zəhəbi, yəni Mizan İtidal kitabında deyir ki, la yudra mən huva. Bilinmir o kimdir. İbn Hədər etiraz edir ki, Yahya ibn Ma'in ona siqa deyib və s. etiraz edib Zəhəbiyə. Yəni elə gələk həmin sözün üzərində duraq. Bu ravi haqqında sadəcə Yahya ibn Ma'inin siqa deməsi vardır. Adamın haqqında başqa heç bir qovul yoxdur. Yəni siqadır, kimdir, nədir. Sadəcə İbn Ma'inin qovlu var. Sənin kimilər də yəni araşdırma əhli olmadığı üçün, elm əhli olmadığı üçün, ömrünü yəni elmə həsr etmədiyi üçün, ərəbcəni öyrənmədiyi üçün, hədis elmini öyrənmədiyi üçün, yəni bilmirsən ki, kim nə deyəndə nə anlama gəlir. İbn Ma'inin siqa deməsi nə anlama gəlir, sən bilmirsən. Biraz verim inşallah bilgisənə, bəlkə faydalanarsan. Yəni İbn Ma'inin məsələn sözləri var. Deyir ki, siqatun və la yuhtaccu bihi. Deyir, siqadır, amma onunla hüccət gətirilməz. Yenə Duri deyir ki, Səmi'tu Yahya yəqul mücalidun və həccac la yuhtaccu bihədithihimə. Duri deyir ki, Yahya'nı eşitdim deyirdi ki, Mücalid və Həccac onların hədisi ilə ihticac gətirilməz. Halbuki, yəni onlara siqa deyir. Və qala Muaviyyət ibn Salih, Səmi'tu Yahya ibn Ma'in yəqul Əl-Həccac ibn Arta'a kufiyyun siqa. Muaviyyə ibn Salih deyir ki, Yahya ibn Ma'ini eşitdim deyirdi, Həccac ibn Arta'a kufəlidir, siqadır. Bu, Doləbinin Əl-Kunə kitabında 1-ci 112-də keçir bu. Az öncə zikr etdiyimcə, yəni Dorinin tarixində 3142 nömrəli tərcüməyə halda zikr olunub. Daha sonra, məsələn, Əl-Kamil kitabında 8-ci 169-da deyir ki, və qala Muaviyyən Yahya Mücalid və Həccac la yuhtaccu bihədithihimə. Mücalid və Həccac üçün nə demişdi? Onların hədisi ilə ihticac edilməz. وقال عبد الخالق بن منصور سئل يحيى وأنا أسمع عن حجاج بن أرطى فقال صدوق وليس بالقوي في الحديث وليس هو من أهل الكذب. Abdülhalik ibn Mansur deyir ki, Yahya'dan soruşuldu, mən də eşidirdim, Həccac ibn Arta haqqında dedi ki, saduqdur. Hədisdə qüvvətli deyildir və yalan əhlindən deyildir. Yəni, siqa deyəndə, saduq deyəndə qəsd olunan budur. Yəni, normalda hədis alimlərinin əksəriyyəti saduq deyəndə lə yətəəmmədul kəzibə, yəni qəsdən yalan danışan birisi deyil. Yəni siqa anlamında demirlər. Amma Yahya siqa deyəndə nəyi qəsd edir? Siqa deyəndə nəyi qəsd etdiyi bəlli olur. Yəni burada da deyir ki, yalan əhlindən deyil. Bu ən son oxuduğum Tarixi Bağdadda 9-cu 141-də zikr olunur. وقال الدارمي سألت يحيى بن معين عن حرب بن عبيد الله الذي يروي عنه عطاء بن السائب قال هو مشهور وعطاء ثقة. Darimi deyir ki, Yahya ibn Ma'in'dən Harb ibn Ubeydullah'dan haqqında soruşdum. Hansı ki, ondan Ata ibn Sa'ib rivayət edir. Deyir ki, o məşhurdur. Ata siqadır. Dariminin tarixində 249-da, sualatında daha doğrusu. وقال عباس بن محمد الدوري سمعت يحيى بن معين يقول عطاء ابن السائب لا يحتج بحديثه. Dariminin tarixində isə deyir ki, Yahya ibn Ma'in eşidirəm, deyir ki, Ata ibn Sa'ib onun hədisi ilə ihticac edilməz. Yəni, adam saduqdur, yalan danışan birisi deyil. Yəni, başqalarının saduq dediyim İbn Ma'in siqa deyir. Yəni, öz sözlərindən bəlli olur ki, qəsd etdiyi şey budur. Çünki deyir ki, onun hədisi ilə ihticac edilməz. Zaten az öncə qovunu oxuduq, siqatun la yuhtaccu bihi deyir. Siqadır, onun yəni, siqatun və leysə bir hüccət. Siqadır, amma hüccət deyildir. Bu ən son oxuduğumda Dorinin sualatında 3143-də keçir bu. Yenə Dori deyir ki, Yahya'nı eşitdim deyir ki, Mücalid ibn Sa'id siqa. Mücalid ibn Sa'id siqadır.
Duri'nin tarixində 1277-də keçir bu. Yenə Duri deyir ki, Yahya'nı eşitdim deyirdi, Mücaridun və Haccac la yuhtaccu bi hadisihimə. Bayaq da oxuduq bunu. Burada məsələn Siqa deyir, davamında da deyir ki, 3140-da keçir bu Duri'nin sualatında. Bu ikisinin hədisi ilə ihtizac edilməz, yəni dəlil gətirilməz. وقال ابن أبي خيثمة سمعت يحيى بن معين يقول مجالد ثقة وسمعته مرة أخرى يقول ضعيف. İbn Əbi Xaysəmə deyir ki, Yahya'nı eşitdim, deyir ki, Mücalid Siqadır, başqa bir vaxtda eşitdim, deyir ki, yəni zəifdir. Yəni dəlil olur nəyə görə bu cür danışıb onun haqqında. Yəni adam Siqa deyir, yəni yalan danışan birisi deyil. Ondan bəhs eləyir. Zəif deyəndə də hədis rivayətində. Leysə bil qaviyyi fil hədis məsələn deyir, hədisdə qüvvətli deyil. Bu da İbn Əbi Xaysəmənin tarixində 3-cü cilddə 72-də keçir. Və qala Abbas ibn Muhammed əd-Duri səmi'tu Yahya yəqul Muhammed ibn İshaq siqa və lakinnehu leysə bi hüccə. Duri deyir ki, Yahya'nı eşitdim deyir ki, Muhammed ibn İshaq məşhur ibn İshaqdır bu, siyah sahibi. Siqadır deyir. Güvənilən kimsədir, lakin hüccət deyildir. Duri'nin sualatında 1047-də keçir bu nəql. وقال عباس بن محمد الدوري قال يحيى بن معين لا تشبث بشيء مما يحدثك به ابن إسحاق. Duri deyir ki, Yahya'nı eşitdim deyirdi ki, İbn İshaq'ın rivayet ettiği hiçbir şeye teşebbüs etme. فإن ابن إسحاق ليس هو بقوي في الحديث. Çünkü hakikaten de İbn İshaq hadiste kuvvetli değil. فقال رجل ليحيى يصح أن ابن إسحاق كان يرى القدر قال نعم كان يرى القدر. Bir adam yani bir kişi Yahya deyir ki, sahihdirmi ki İbn İshaq qədər görüşündəydi? Deyir ki, bəli o qədər görüşündəydi. Yəni qədəriyyanın görüşünü, rəyini mənimsəmişdi. Bu da Duri'nin sualatında 1158'de keçir. فقال أبو زرع الدمشقي قلت ليحيى بن معين وذكرت له الحجة فقلت له محمد بن إسحاق منهم فقال كان ثقة. Əbu Zər Əd-Diməşqi deyir ki, Yahya ibn Ma'inə zikr etdim, yəni onu dedim və hüccəti zikr etdim. Yəni hüccət kimlərdir və dedim ki, Muhammed ibn İshaq onlardandır, yəni hüccət olanlardandır, yəni hədis rivayətində. Deyir ki, o siqa idi. İnnəməl hüccətu Ubeydullah ibn Umar və Malik ibn Anas və Əvza'i və Sa'id ibn Abdüləziz. Deyir ki, hüccət olanlar isə Ubeydullah ibn Ömərdir, Malik ibn Anasdir, Əvza'idir, Sa'id ibn Abdülazizdir. Yəni hüccət olanlar bunlardır. Bu da Əbu Zür Əd-Diməşqinin tarixində 1172-də keçir. Və qala Əbu Zür Əd-Diməşqi qultu li Yahya ibn Ma'in fələv qala raculun inna Muhammed ibn İshaq kana hüccətən kana musiban qala la velakinnehu kana thiqa. Əbu Zür Əd-Diməşqi yenə tarixində 1180-də deyir ki, Yahya ibn Ma'inə dedim, əgər bir insan desə ki, həqiqətən Muhammed ibn İshaq hüccət idi, dedi ki, yəni isabət edərmi, doğru olarmı? Dedi ki, xeyr. Lakin o siqa kimsədir. Yəni, sözünə güvənilir kimsədir. Və qala el-Meymuni səmi'tu Yahya yəqul Muhammed ibn İshaq zayif. Meymuni də sualatında da işləyir, 404-də deyir ki, Yahya'nı eşitdim deyir ki, Muhammed ibn İshaq zəifdir. Yəni, hədis rivayətində zəif olan kimsədir. وقال عباس بن محمد الدوري سمعت يحيى يقول محمد بن عبد الله بن أخي الزهري أحب إلي من محمد بن إسحاق في الزهري. Yəni Duri rivayət edir ki, Muhammed ibn Abdullah ibn Əxi Zuhri, yəni İmam Zuhrinin qardaşı oğlu Muhammed ibn Abdullah Zuhridən rivayətlərdə mənə Muhammed ibn İshaqdan daha sevimlidir. Onun sualatında keçir şeydə Durinin 730-da. زاد العقيلي عقب ذلك ومحمد بن إسحاق عند يحيى بن معين ضعيف لا يحتج بحديثه. Ve Uqayli yani bunun arkasında yani əlavə edib deyir ki, Muhammed ibn İshaq Yahya ibn Ma'inin qatında zəifdir, hədisi ilə hüccət gətirilməz. 4-cü cild 1246-da deyir Duafa kitabında. Cərh və tədildə isə 7-ci 192-də deyir ki, saduqun və leysə bi hüccə. Saduqdur, lakin hüccət deyildir. Məsələn, yenə Duri deyir ki, Səmi'tu Yahya ibn Ma'in yəqul Amr ibn Əbi Amr leysə bi hüccə. Və deyir ki, Yahya'nı eşitdim deyirdi ki, Amr ibn Əbi Amr hüccət deyildir. Sualatda 1051-də bunu deyir.
وقال ابن أبي مريم سمعت يحيى بن معين يقول عمرو بن أبي عمرو مولى المطلب ثقة ينكر عليه حديث عكرمة عن ابن عباس أن النبي صلى الله عليه وسلم قال اقتلوا الفاعل والمفعول به. İbn Abi Meryem diyecek Yahya ibn Ma'in'e eşittim dedi ki Amr ibn Abi Amr Muttalib'in mevlasıdır, sigadır. Onun İkrime'den, o da İbn Abbas'tan, Nebi sallallahu aleyhi ve sellem'den rivayet ettiği bu hadisi inkar etmişler. Yani ki kabul etmemişler, zayıf olduğunu bildirmişler. El-Kamil'de 6. cilt 206'da bunu görebilirsiniz. Fekale Abbas ibn Muhammed el-Duri semi'tu Yahya ibn Ma'in yekul Ebu Uveys Sika. Burada da Yahya ibn Ma'in deyir ki Ebu Uveys Sika'dır. Duri'nin sonrasında 679'da bunu deyir. Yine deyir ki Yahya ibn Ma'in dedi Ebu Uveys sadukun ve leyse bi hücceh. İbn Ma'in deyir ki Ebu Uveys saduktur, lakin hüccət değildir. O da yine Duri'nin sonrasında 1048'de keçir. وقال عبد الله بن أحمد بن حنبل سمعت يحيى بن معين يقول هؤلاء الأربعة ليس حديثهم بحجة. İmam Ahmed'in oğlu Abdullah deyir ki Yahya ibn Ma'in'i eşittim deyirdi ki bu 4 nəfər ki var bunların hadisi hüccət değildir. Suheyl ibn Abi Salih ve Ala ibn Abdurrahman ve Asim ibn Ubeydillah ve ibn Aqil. 4 nəfəri sağ deyir bunların hadisi hüccət değildir. Fakile li Yahya ve Muhammed ibn Amr Qala Muhammed fevqahum. Muhammed ibn Amr'ı soruşdular. Dedi ki Muhammed onların fövqündədir. Əd-Duafa, Uqaylinin Duafa kitabında 3-cü cilt 1049'a baxa bilərsiniz. Qala Abbas ibn Muhammed el-Duri Qala Yahya Suheylun hadithuhu qaribun minəs-sava ve hadithuhu leysa bi hujja ev qaribun min hada ve leysa bil qaviyyi fil hadith ve hadithu Suheyl an abihi an Umara la u'tiyanna ar-raya. Qala Yahya innema huwa an Abi Hurayrata mevquf. Yine Duri'nin rivayeti var. El-Kamil fi Duafa Rical kitabında 4. cilt 523'te deyir ki Yahya dedi ki Suheylin hadisi qaribun minəs-sava, yəni belə deyir, düz olana, doğru olana, yəni yaxındır. Hədisi hüccət değildir və yaxud da ki buna yaxın bir durumdadır. O hədisdə qüvvətli birisi değildir. Suheylin o hədisi ki var, atasının o da Ömərdən rivayet edir ki mən bayrağı verəcəyəm. Yahya deyir ki bu ancaq bu Əbu Hureyrədən gəlir. Deyir, mövquf olaraq gəlmişdir. Bu adam onu qarışdıraraq bu cür rivayet edir. Yine Duri sualatında 811'de deyir ki Semi'tu Yahya yaqul Ebu Salih es-Semman kana lahu 3 banin. Ebu Salih es-Semman rahmetullahi aleyh, yani böyük hədis ravilərindəndir, tabiindendir. Deyir ki İbn Ma'in onun 3 oğlu vardı. Suheyl ibn Abi Salih, Abbad ibn Abi Salih ve Salih ibn Abi Salih. Kulluhum thika. Yani bu 3 tane oğlu var. Deyir bunların 3'ü də sikadır. Yani görsən bu da onun yani rivayətinin zayıf olduğunu, hədisdə qüvvətli olmadığını demiştir. Yani sika deyəndə bu o demək deyil ki güvənilən kimsədir və hədisləri hüccətdir. Bunun örnəklərini çoxalda bilərəm. İndi sual ortaya çıxır ki Yahya ibn Ma'in nə zaman birinə, yəni başqa alimlərin sika dediyi anlamda nə zaman belə deyir, onu biz sana örnəklərini verək. Qala İshaq ibn Mansur an Yahya ibn Ma'in el-Hasan ibn Amr thika. İshaq ibn Mansur Yahya ibn Ma'in'dən deyir ki Hasan ibn Amr sikadır. Qala Ahmed ibn Sa'd ibn Abi Meryem an Yahya ibn Ma'in thikatun hujja. Birinci oxuduğum bu indi Amr sikadır, Hasan ibn Amr sikadır daha doğrusu. O Cəhbət Ədildə 3-cü cilt 26'da keçir. Ahmed ibn Sa'd ibn Abi Meryem deyir ki Yahya ibn Ma'in'dən sikatun hujja. Sikadır, hüccətdir. Təhzibül Kəmələ də baxa bilərsən. Bununla bağlı 6-cı cilt 285-ə. Qala İshaq ibn Mansur an Yahya ibn Ma'in Ali ibn al-Aqmar thika. İshaq ibn Mansur yana İbn Ma'in'dən rivayet edir ki Ali ibn al-Aqmar sikadır. Cəhbət Ədil 674. Qala Ahmed ibn Sa'd ibn Abi Meryem an Yahya ibn Ma'in thikatun hujja. Yine eyni ravi hakkında Ahmed ibn Sa'd ibn Abi Meryem Yahya ibn Ma'in'dən rivayet edir ki o sikadır, hüccətdir. Təhzibül Kəmal 23-24. Fi rivayeti İbn Abi Meryem an İbn Ma'in uqaylun thikatun hujja. Başqa bir rivayətdə də İbn Abi Meryem İbn Ma'in'dən deyir ki uqayl sikadır, hüccətdir. Təhzibül Təhzib 3-130.
وقال ابن أبي خيثمة سمعت يحيى بن معين يقول عبد العزيز الدراوردي صالح ليس به بأس. İbn Əbi Xəysəmə deyir ki, Yahya ibn Ma'ini eşitdim, deyirdi ki, Abdülaziz Əd-Daraverdi salihdir, onda bir bəs yoxdur. Yəni leysə bihi bəs məşhur terminlərdən biridir. Cəhv və tədildə 5-396-da keçir bu. Və qala Əhməd ibn Sa'd ibn Məryəm an Yahya ibn Ma'in thiqatun hüccə. Yenə Əhməd ibn Sa'd ibn Məryəm Yahya ibn Ma'in'dən deyir ki, siqadır, hüccətdir. Təhsibul Kəmal 1894. وقال أحمد بن سعد بن مريم سمعت يحيى بن معين يقول عبد الله بن عثمان بن خثيم ثقة حجة. Yine İbn Abi Meryem deyir ki, Yahya ibn Ma'in'i eşittim, deyirdi ki, Abdullah ibn Osman ibn Huseym sikadır, hüccettir. El-Kamil 5-267. Yine İbn Abi Meryem Yahya ibn Ma'in'den deyir ki, Ebu Zinad thikatun hücce. Deyir ki, Ebu Zinad sikadır, hüccettir. El-Kamil 5-21'e bakabilirsin. Yine İbn Abi Meryem'in rivayeti var. El-Kamil 5-85'te. سمعت يحيى بن معين يقول صالح مولى التوأمة ثقة حجة قلت له إن مالكا ترك السماع منه. Deyir ki, Salih Mevla Tev'ama sika hüccettir. Ona dedim ki, hakikaten Malik ondan eşitmeyi terk etmiştir. Fekale li inne maliken innema adrakahu ba'da en kebira ve harif. İbn Ma'in deyir ki, şübhəsiz ki, Malik onu o adam qocalandan və qarışdırandan belədir. Bizdə də var bu söz və xarifə ərəb sözüdür. Xərifləmək deyirlər bizdə. Yəni gənc nəsil bəlkə də çoxu bilmirlər. Yəni insan yaşlaşanda ki, ağlı qarışır, yəni artıq mühakiməsini itirir və s. Ona deyirlər. Davam edir Yahya ibn Ma'in deyir ki, Sufyan-ı-Savri innəmə adrakahu ba'da an xarif. Yəni Sufyan-ı-Savri də o da qocalıb yaşlaşıb qarşılanırsa onunla yəni görüşmüşdür. Fəsəmi'ə minhu Sufyan əhəditə münkerat və bundan sonra da Sufyan ondan münker hədislər dinləmişdir. Və zəlikə ba'da mə xarif. Bu da onun yaşlanıb qocalmasından, qarşılanmasından sonra olmuşdur. Və lakin İbn Abi Zibin səmi'ə minhu qablə ən yaxrif. Lakin İbn Abi Zib isə o, yəni qocalıb qarışdırmadan, ağlı qarışmadan öncə eşitmişdir. Yəni belə şeylər illət məsələlərində, ilal ilmində önəmli şeylərdir. Kim ixtiratdan öncə eşidib, kim ixtiratdan sonra eşidib və s. Bu da El-Kamil 585'də etdiyim kimi keçmişdir. Yenə İbn Abi Meryem Yahya ibn Ma'in'dən rivayət edir ki, Hanzalatu ibn Abi Sufyan thiqatun hüccə. Bu da El-Kamil 3-338'də keçir. Hanzala ibn Abi Sufyan siqa hüccətdir. Belə qovulları çoxalda bilərik. Yəni örnəklər verdi yetərindir ki, yəni Yahya ibn Ma'in, yəni bizim bildiyimiz, yəni siqa güvənilən ravi dediyi zaman, yəni nə zaman deyir, hansı terminlərdən istifadə edir, nə şəkildə deyir, bunu görmüş olduq. Yenə ən sonda İbn Abi Xəysəmənin tarixində 1-ci cild 227'də olan bir qovlu oxuyacağım sizə. Qultu li Yahya ibn Ma'in innəkə təqulu fulanun leysə bihi bəs və fulanun daif. Deyir ki, İbn Abi Xəysəmə, mən Yahya ibn Ma'inə dedim ki, həqiqətən də sən deyirsən ki, filan kəs leysə bihi bəs, yanında bir bəs yoxdur və filan kəs zəifdir. Qala izə qultu ləkə leysə bihi bəs və huvə thiqa. Deyir, nə zaman sənə desəm ki, leysə bihi bəs, o siqadır. Və izə qultu ləkə huvə daif, fəleysə huvə bi thiqa və lə yuqtab hadithuhu. Deyir, nə zaman sənə desəm ki, o zəifdir, o siqada deyil və onun hədisi də yazılmaz. Yəni, bu terminləri bilməyən insan deyir, Yahya ibn Ma'in təvsiq edib siqa deyib. Halbuki elə deyil. Yəni, burada onlarla kitablardan nəqillər var. Yəni, insanlar dediyim kimi ömrünü sərf edib, yəni bu şeyləri oxuyublar, araşdırıblar, incəliyiblər, müqarana ediblər, toplayıblar. Yəni, belə halva deyil. Hələ yenə sənə burada və ümumiyyətlə qardaşlarımıza da yəni, cərh və tədil terminlərinə bağlı yəni, bir şey də oxumaq istəyirəm Allah'ın izni ilə. İnşallah ki, faydası olar. سمعت عبد الرحمن بن مهدي يقول وقيل له أبو خلد الثقة فقال كان صدوقا وكان مأمونا والثقة سفيان وشعبة. Dedi ki, Abdurrahman İbn Məhdi'ni eşitdim, ona deyildi ki, Əbu Xaladə siqadır, dedi ki, o saduq idi və güvənilən, əmin olunan kimsə idi. Siqa olan kimsələr isə Sufyan və Şuabədir. Qala Əbu Muhammed, yəni Abdurrahman İbn Abi Hətimi deyir, fəqad əxbara ənnən naqilətə lil-ətəri vəl-məqbulinə alə mənazil. Yəni, Abdurrahman İbn Məhdinin bu sözünü açıqlayır. Deyir ki, bununla xəbər verdi ki, əsərlərə nəql edənlər və
əsərləri, rivayətləri qəbul olunanlar mənzilələr üzərindədirlər. Və ənə əhləl mənzilətil ə'lə ət-thiqat. Ən uca mənzilənin sahibi, əhli olanlar siq olan kimsələrdir. Və ənə əhləl mənzilətil thaniyyəti əhlus sidq vəl əmanə. İkinci mənzilənin əhli isə sidq və əmanət əhli olanlardır. Və vəcəttul əlfada fil cərh və tə'dili alə məratibə şəttə. Deyir ki, Əbu Muhammed Abdurrahman ibn Əbi Hatim, mən cərh və tədildə olan ləfsləri, yəni fərqli mərtəbələrdə gördüm, mərtəbələr üzərində gördüm. Və idə qilə lil-vahidi innehu thiqa əv mutqin səbtun fəhuva mimmən yuhtəcu bi hadithi. Əgər bir insan haqqında o siqadır, mutqindir, səbtdir deyilirsə, o hədisi ilə hüccət gətirilən kimsədir. Və idə qilə ləhu innehu saduqun əv məhəlluhu sidq əv la bə'sə bihi fəhuva mimmən yuktabu hadithuhu və yundaru fihi və hiyyəl mənzilətü thəlithə. Əgər bir insan haqqında deyilsə ki, o saduqdur və ya məhəlluhu sidq deyilsə və ya la bə'sə bihi deyilsə, o hədisi yazılan və hədisinə baxılan kimsədir. Bunlar da üçüncü mənzilə əhlidirlər. Və idə qilə şeyxun fəhuva bil mənziləti thəlithə yuktabu hadithuhu və yundaru fihi illə ənəhu dunət thəniyyə. Az önce okuduğum, yəni zikr edir ki, ikinci mənzilədir. Sonra deyir ki, əgər onun haqqında şeyx deyilsə, o üçüncü mənzilə sahibidir. Hədisi yazılar və hədisinə baxılar. Lakin o ikinci mərtəbə sahiblərindən aşağıdadır. Onların mərtəbəsində deyil. Və idə qilə salihul hadithi fə innəhu yuktabu hadithuhu lil-i'tibar. Əgər onu salihul hadis deyilsə, etibar üçün hədisi yazılar. Yəni, etibar deyəndə bizim dilimdə onu etibar etmək deyil. Yəni, müəyyən faydalardan dolayı hədisi yazılması lazımdır, deyirlər. Və idə əcabu fir rəculi bileyinil hadithi fəhuva mimmən yuktabu hadithuhu və yundaru fihi i'tibaran. Eyni zamanda bir insan haqqında leyinul hadis deyilsə, əslində leyin yumşaq deməkdir. Adam haqqında yəni leyinul hadis deyilsə və ya fihi leyin deyilsə, bu da hədisi yazılar və hədisinə baxılar. Yəni etibar, müəyyən faydalardan ötürü yazmaq babından yazılıb və baxılır. Və idə qalu leysə biqavi fəhuva bimənzilətil ə'lə fi kətibəti hadithihi illə ənəhu dunahu. Bimənzilətil ulə daha doğrusu. Yəni, əgər bir insan haqqında qüvvətli deyilsə, o zaman yəni, hədis yazılmasında və hədis yazanların qatında ilk yəni mənzilədir. Lakin o, yuxarıdakının, yəni az öncə zikri keçənin altındadır, deyir. Yu'təbəru bihi, yəni etibar yönündən hədis yazılır. Və idə qalu mətrukul hadithi əv zahibul hadithi əv kəzzəb fəhuvə saqitul hadith la yuktabu hadithuhu və hiyyəl mənzilətul rabi'a. Əgər birisi üçün mətrukul hadis, zahibul hadis, kəzzəb, yəni hədisi tərk olunan, hədisi getmiş və ya yalancı deyilsə, o hədisi düşmüş kimsədir, onun hədisi də yazılmaz, o dördüncü mənzilədir. Yəni bu qovullar üçün baxa bilərsən, Əl-Cərh və Tə'dil İbn Əbi Hatim, 2-ci cild, səhifə 37. Bəb-i bəyani dərəcəti rüvatul əthər. Yəni 2-ci cild səhifə 37-də əsərləri, yəni nəqilləri, rivayət edənlərin dərəcələrinin bəyanı babında bunu zikr etmişdir. Yəni bilgi vermiş olur sənə, bildin, gördün ki, yəni bu dediyin hədisin də zaten rabisi bir nəfərdir ki, onun sadəcə bir hədisi var, onun haqqında sadəcə İbn Məyin siqa deyib, nə hüccət deyib, nə bir şey deyib və s. Yəni adamın bir dənə hədisi var, yəni heç cür, yəni haqqında başqa bir bilgi, bir elm yoxdur. Sonra gəlirik 9-cu hədisə. Orada da An Abdullah ibn Harith ibn Nawfal el-Haşimi qala inni la asiru Abdullah ibn Amr ibn As Muaviyə. Deməli, Abdullah ibn Haris ibn Nawfal el-Haşimi deyir ki, həqiqətən mən Abdullah ibn Amr ibn As Muaviyə ilə birlikdə gedirdim. Fəqala Abdullah ibn Amr səmi'tu Rasulullah sallallahu aleyhi və səlləmə yəqul təqtulu fi'atul bəğiyətu Ammaran. Abdullah ibn Amr dedi ki, Rasulullah sallallahu aleyhi və səlləm eşitdim ki, deyir ki, Ammarı bağı bir topluluq öldürəcəkdir. Bu hədisi Əhməd 6499, 6927, sonra 6500, 6926 nömrəli hədis olaraq zikr etmişdir. Yenə 8499, 8500 nömrəli hədislər olaraq zikr etmişdir İmam Nəsai Kubrada. Əbu Ya'la 7351 nömrəli hədis olaraq zikr etmişdir. Hədisin mədarı
ثلاثتهم أبو معاوية الضرير محمد بن خازم وسفيان الثوري وأسباط بن محمد عن سلeyman el-A'maş an Abdurrahman ibn Abi Ziyad an Abdullah ibn Harith fezekerahu. Yani 3 nefer Ebu Muaviye Darir, Muhammed ibn Hazim'dir o. Süfyan es-Savri bir de Esbat ibn Muhammed. Onların üçü de Süleyman el-A'maş'tan. Yani Süleyman ibn Mihran el-A'maş'tan rivayet etmişler. O da Abdurrahman ibn Abi Ziyad'da, o da Abdullah ibn Harith'te. Medarını da görmüş olduğum ve bunun da hiçbir rivayetinde A'maş tasrih etmemiştir. A'maş müdellistir, meşhurdur ve hiçbir rivayetinde haddetena, semi'tu, semi'na, akhbarani hiçbirisini dememiş. Hamısı ananayla gelmiştir. A'maş da müdellistir. Böyle bu şekilde tasrih etmediği müddetçe rivayetleri makbul değildir. Ki yani bu Fiyatul Bağiye hadisi hakkında yani birazdan inşallah alimlerin ümumi olarak ne dediğini Allah'ın izniyle okuyacağım sana. Sen zikir etmişsen diye onların cevabını vermek babından bunları bir sana tahricini okuyacağım. Yine an Ziyad Mevla Amr ibn al-As an Amr ibn al-As kâle Resulullah sallallahu aleyhi ve sellem tektulu ammarın el-fiyatul bâqiye. Amr ibn As'ın Mevlası Ziyad'dan, o da Amr ibn As'tan deyir ki Resulullah sallallahu aleyhi ve sellem dedi ki Ammar'ı bağı bir topluluk öldürecektir. İbn Ebi Şeybe rivayet etmiştir. 39.031 nömrəli hadis olarak Ebu Ya'la 7.342, Ahmet'de 17.908 nömrəli rivayet olarak zikr etmiştir. Orada ise Şa'be rivayet edilir Amr ibn Dinar'dan an raculin min ehli Misra yuhaddisu enne Amr ibn al-As ahda ila nasin hada ila ahiri. Orada ise an raculin min ehli Mısır. Mısır ehlinden bir kişiden rivayet edilir bu hadisi. Buradaki da gördüğün gibi sadece bir nefer var adı geçen. O da Ziyad Mevla Amr ibn al-As. O da meşhur kimsedir. Hakkında hiçbir bilgi yoktur. Sonra 11. rivayet Muhammed ibn Amr ibn Hazm kâle lemma kutile Ammar ibn Yasir dekhala Amr ibn Hazm ala Amr ibn al-As fekâle kutile Ammar ve kad kâle Resulullah sallallahu aleyhi ve sellem tektuluhul fiyatul bâqiye. Muhammed ibn Amr ibn Hazm deyir ki Ammar ibn Yasir öldürüldüğü zaman Amr ibn Hazm Amr ibn As'ın yanına daxil oldu ve dedi ki Ammar öldürüldü ve Resulullah sallallahu aleyhi ve sellem demektir ki onu bağı bir topluluk öldürecektir. Bu rivayetler Abdurrazzak 20.427, Ahmet 17.931, 24.259, Ebu Ya'la 7.115, 7.175 nömrəli hadis olarak zikretmiştir. Rivayetin medarı Ahmed ibn Hanbel, İshak ve İbrahim, onlar da Abdurrazzak'tan, o da Ma'mar'dan, o da İbn Tabus'tan, o da Ebu Bakr ibn Muhammed ibn Amr ibn Hazm, o da atasından rivayet etmiştir. Medarını gördüğün Abdurrazzak meşhurdur, yani böyük alimdir. Lakin hepsinde problem olmuştur, zayıf kimsedir. Onun şeyhi Ma'mar ise Ma'mar'ın yalnız Zuhri'den rivayetleri sahihdir. Burada ise onun şeyhi İbn Tabus'tur. Ümumiyyətlə zaten bu bağı Fiyatul Bağiyə rivayəti sahih deyil. Hansı tariqindən gəlibsə hamısına baxılıb, heç biri sahih deyil. İnşallah irəlidə oxuyacağım Allah'ın izniyle. Burada da görürsən Abdurrazzak 1, Ma'mar 2. 2 dənə zəiflik var. Rivayetin mədarında onların üzərinədir. 2 yöndən zəifdir. Sonra 12. rivayet an Abdurrahman ibn Yaqub el-Hiraqi an Abi Hureyre qala qala Resulullah sallallahu aleyhi ve sellem Ebşir ya Ammar tektulukel fiyetul bağiye. Abdurrahman ibn Yaqub el-Hiraqi Abu Hureyre'den deyir ki Resulullah sallallahu aleyhi ve sellem dedi ki müjdeler olsun ey Ammar seni bağı bir topluluk öldürecektir. Bunu da Tirmizi 3800 nömrəli hadis olarak sonra Ebu Ya'la 6524 nömrəli hadis olarak rivayet etmiştir. Kilahuma yani medarı nedir? Abdülaziz ibn Muhammed el-Daravardi ve Abdullah ibn Cafer. İkisi rivayet etmişlerdir. Ala ibn Abdurrahman ibn Yaqub el-Hiraqi'den, o da atasından, o da ve hadisi ikilik etmiştir. Daravardi hakkında, yani bu 2 nefer var da medarında. Biri Daravardi'di, biri de Abdullah ibn Cafer'di. Daravardi hakkında Yezid ibn Haysam rivayet ediyor, deyir ki: "Mə rava min kitabihi fehuve esbatu min hifzihi."
yani kitabından rivayet ettikleri hepsinden rivayet ettiğinden daha sabittir. Ve kâle aydan semi'tu Yahya yakul Yahya ibn Ma'in'den rivayet edilir bu kavlu. Diyor ki Yahya'nı işittim diye Eddara vardı. Yu'anil Ala ibn Abdurrahman an abihi enen Nebiyye sallallahu aleyhi ve sellem kâle li Ammar tehtuluke fi'atun bağiye. Yani bu rivayet edişiyle Yahya ibn Ma'in diyor ki lem yucad fi kitab Eddara vardı. Bu Daravardi'nin kitabında yok idi. Ve akhbarani men semi'a كتاب الأعلى يعني من الداراوردي إنما كانت صحيفة ليس هذا فيها. O diyor ki onun bunun kitabını dinleyen, Ala'nın kitabını yani Daravardi'den olan kitabını dinleyen kimse diyor ki o diye sayfalar idi. Orada bu rivayet yok idi. Ve kânet kıssatan vahide diyor. Bir kıssaydı diyor bu. Kâle Resulullah sallallahu aleyhi ve sellem ve Daravardi heftuhu leyse bir şeyin kitabuh asah. Diyor ki Daravardi yani yaddaşı bir şey değildir. Kitabı daha sahihdir. Aynı zamanda İbn-i Recep Fethül Bari'de 3. cilt 307'de bu İbn Hancer değil, İbn-i Recep'in Fethül Bari'sidir. Ve harracahu Tirmizi an Abi Mus'ab lakinnehu ihtasarah. Diyor ki on Tirmizi Ebu Mus'ab'dan tahric etmiştir. Lakin onu ihtisar etmiştir. Ve lem yadkur fihi kıssata bina'il mescid. Orada mescid bina edilmesi kıssasını zikretmemiştir. Ve kâle hasenun sahihun garibun min hadithil ala. Ve demiştir ki hasen sahih gariptir. Yani Ala'nın hadisi olarak. Hasen sahih gariptir. Ve isnadu fi zahiri ala şart-ı Müslim. Zahirde bunun isnadı İmam Müslim'in şartına uygundur. Lakin kad a'allahu Yahya ibn Ma'in bi ennehu lem yekun fi kitab-ı Daravardi. Lakin bunu Yahya ibn Ma'in az önce okuduk kavlunu. İlletli görmüştür. O sebeple ki bu Daravardi'nin kitabında yok idi. Kâle ve akhbarani men semi'a kitab-ı ala. Ben az önce okuduğum hemen kavlu iş ediyor İbn Recep. Bunu aynı zamanda bu rivayeti İbn Adi el-Kamil'de 5. cilt 296 rivayet edilir. Fi menakiri Abdullah ibn Cafer. Abdullah ibn Cafer'in münker hadislerini rivayet ederken zikredir ve diyor ki hadihil ahadithu anil ala gayru mahfuza. Bu hadisler aladan olan bu hadisler mahfuz değildir. Yuhaddisu biha Abdullah ibn Cafer anil ala. Bu hadisleri de Abdullah ibn Cafer aladan Ala ibn Abdurrahman'dan zikredir. 13. rivayet an İbn Ummul Hasan el-Basri an Ummu Seleme enne Resulullah sallallahu aleyhi ve selleme kâle li Ammar taktulukel fi'atul bağiye. Hasan el-Basri'nin anasından, o da Ummu Seleme'den Resulullah sallallahu aleyhi ve sellem Ammar'a dedi ki seni bağa bir topluluk öldürecektir. Bunu da İbn Ebi Şeybe 39.006 nömrəli 39.006 nömrəli hadis olarak Ahmed 27.098 27.186 nömrəli hadis olarak Muslim 7.428 nömrəli 7.429 nömrəli hadis olarak dik etmiştir. Tahrici daha da okuyabiliriz. Rivayetin medarı Hasan İbn Ebil Hasan el-Basri, bunun kardeşi Said İbn Ebil Hasan analarından ilk etmişlerdir ve Ummul Hasan meçhuletul hal. Ummul Hasan ki var Hasan el-Basri'nin anası halı meçhuldur. Yani hakkında hiçbir bilgi yoktur. Meçhuldur. 14. rivayet an Abi Navfel ibn Abi Akrab kâle cezaha Amr ibn el-As indel mevti hazinen şedîde. Ve bu da Abdullah ibn Amr ibn el-As'ın ölüm ayağında yani çok kederlenmesi, sıkılması ve Allah subhanahu zikr etmesi vesaire korkusunu zikr etmesi bundan danışılır. Yani bunu neye zikr etmişsen yani anlamıyorum. Yani her insan ölüm ayağında günahları için peşman olur, korkur, Allah subhanahu karşısına da çıkan değil vesaire. Yani bunu yani neyde adet eləyir? Yani bunu neye zikr etmişsen ki? Burada hiçbir şey yoktu yani. Sana delil mahiyetinde hiçbir şey yoktu. Hatta mesela sen bunu değilsen mesela burada eğer ki yani böyle ölüm ayağında yani çok sıkılırdı, böyle narahat idi vesaire. Oğlu Abdullah ona deyir ki ma hadal ceza, yani bu narahatlık, bu sıkıntı, bu yani heyecan nedir? Fakat kan Resulullah sallallahu aleyhi ve selleme yesta'miluka ve yudnik. Halbuki Resulullah sallallahu aleyhi ve sellem seni bir yerlere başçı koyardı ve seni özüne yakın tutardı. Yani senin aleyhine burada hüccet var. Kâle ey buney, sa'ukhbiruka an zâlik.
Amr ibn As deyir ki, ey oğlum, mən sənə bunu zikr edəcəm, sənə xəbər verəcəyəm. Kənə yef'alu zəlik. Rasulullah sallallahu aleyhi ve sellem bunu edirdi. Və vallahi mə ədri əhubben kənə zək əv təəllüfən kənə yətəəllufuni. Bilmirəm, bunu mənə olan sevgisindən dolayı mı edirdi, yoxsa mənə təsəlli vermək üçün edirdi. Velakin əşhədu alə rəculeyni fərəqət dünya və huvə yuhibbuhuma. Lakin iki kişi haqqında şahidlik edirəm ki, onlar Rasulullah sallallahu aleyhi ve sellem dünyadan köçəndə onları sevirdi. İbn-i Ummi Abd və İbn-i Sümeyyə. İbn-i Ummi Abd İbn-i Məsuddur. Yanlış xatırlamıramsa, o cürdə deyilir onun haqqında. Bir də İbn-i Sümeyyə də ki, Ammar ibn Yasirdir. Allah hamısından razı olsun. Yəni bunun sənəd dəlil mahiyyətində nəyə dik getmirsən ki, bunun? Yəni nəyə dəlil olur ki bu? Və ən sonda, yəni bütün bu Fiyatul Bağiyə hədisi haqqında indi bax gör, alimlər nə deyiblər? Mən sənə inşallah onu oxuyum. Qaynağını da deyəcəm inşallah. İlk öndə rivayətləri oxuyum. Əxbarəni İsmail ibn el-Fadl قال سمعت أبا أمية محمد بن إبراهيم يقول سمعت في خلقة أحمد بن حنبل ويحيى بن معين وأبا خيثمة وأبا المعيطية ذكروا يقتل عمارا الفئة الباغية فقالوا ما فيه حديث صحيح. Deyir ki, mənə İsmail ibn el-Fadl xəbər verdi. Dedi ki, Əbu Umeyyə Muhammed ibn İbrahim'i eşitdim, deyirdi. Bir, belə deyim də, dövrədə, bir məclisdə Əhməd ibn Həmbəl, Yahya ibn Ma'in, Əbu Xaysəmə, bir də Muaytə 4 dənə hadis alimində işlədi. Deyir, eşitdim, zəkəru, zikr etdilər ki, Ammarı bağı bir topluluq öldürəcək. Deyir ki, bununla bağlı bir dənə səhih hədisi yoxdur. Mə fihi hadisun sahih. Onunla bağlı heç bir səhih hədisi yoxdur. Sonra ardınca deyir ki, Semi'tu Muhammed ibn Abdullah ibn İbrahim qala Semi'tu Əbi yəqul, Semi'tu Əhməd ibn Həmbəlin yəqul, Ruviyə fi taqtulu Ammaran əl-fiyyətul bağiyə 28 haditə leysə fiyhə hadithun sahih. Deyir, Muhammed ibn Abdullah ibn İbrahim'i eşitdim, dedi ki, atamı eşitdim, deyirdi, Əhməd ibn Həmbəli eşitdim, deyirdi, Ammarı bağı bir topluluq öldürəcəkdir. Bununla bağlı 28 hədis rivayət edilmişdir. Onların içində bir dənə də olsun səhih hədis yox. Əbu Bakr ibn el-Xəllər Əs-Sünnə kitabında zikr etmişdir. 721-722 nömrəli rivayətlərdir. İmam Əhməd deyir ki, bununla bağlı səhih hədisi yoxdur. 4 dənə alim deyir. İmam Əhməd, Yahya ibn Ma'in, İbn Əbi Xaysəmə, bir də ki, Əl-Muayt. 4 nəfər. 28 dənə hədis rivayəti olunub deyir, bununla bağlı. Hələ mən çoxunu oxumadım. Onların içində heç biri səhih deyil. Yəni, mən sənə əvvəldən deyirəm, sən bu işin əhli deyilsən, kimsə sənin bəsləyir, bəzi xəbərlərlə, özün gedib Google-lara da müraciət eləyirsən, orada çıxardırsan filan bəsməkən, bu belədir, belədir. Yəni, sən bu işin əhli deyilsən. Əhli olsan, zaten bu danışmazdır. Çünki bir müsəlmanın sahabəni təkfir etməsi, sahabəni münafiq çıxarması mümkün olan bir şey deyil. Belə danışan kimsə kesin öz imanını, imanını araşdırsın. Öz imanından şübhə etsin. Rasulullah sallallahu aleyhi və səlləmin əshabını təkfir etmək heç kimin həddi deyil. Edən də zaten özündən başqa kimsəyə bir zərrə ziyan vura bilməz. Özünə zərər verir. Heç kim demir sahabə məsumdur, heç kim demir sahabə haşa və kəllə peyğəmbər məqamındadır, heç kim demir ki, sahabələr xəta etməyiblər, günah etməyiblər. Xeyr. Onlar vəhyində və vəhyin bizə çatdırılmasında əmin olunan kimsələrdir. Allah hamısına razı olsun. Və onlar bu ümmətin seyyidləri, əfəndiləridir. Böyükləridirlər. Salih sələfidirlər onlar. Bu ümmətin salih sələfidir. Onlar Quran-ı Kərimi, hədis-i şərifləri, İslam dinini, İslam dəvətini qanları bahasına, canları bahasına, malları bahasına dünyanın 4 bir yanına daşıyan insanlardır. Müaviyə də onlardandır. Yəni, istəməyənlərin burnu yerə sötürsə də bu belədir. Yenə mən əvvəldə ilk başda da demişdim ki, bu da məsələ Müaviyə deyil. Müaviyə olmasa başqa bir sahabədən danışan da eyni şey olacaq, fərq etmir. Niyə? Çünki sən
bir sahabədən başlayırsan, özün də görürsən. Sahabədən, Muaviyyədən başladın, getdin Amr ibn As, sonra Əbu Hureyrə, birazdan gəlirsən Ənəs ibn Məlik, Ömər ibn Xattab, Abdullah ibn Ömər və s. və s. və s. Artıq Quran-ı Kərimə də şəkk eləməyə başlamısan. Bu ki, Əməvilər dəyişiblər və s. Vallahi, yəni deyirəm, yenə deyim, sənə yazığım gəlir. Yazıqsan vallahi, yəni. Quruntularla özünü aldadırsan, özünü həlak edirsən. Məndən deməkdir, məndən nəsihət etməkdir. İstəyən ibrət alar, istəyən də ki, nə istəyirsə edir, özü bilir. Və axırı dəvənən elhamdülillahi rabbil aləmin.